Dustaq jurnalistlərimiz yalnız öz haqlarını müdafiə etmirlər. Onlar cəmiyyətin maraqlarının fəal müdafiəçisi olaraq qalırlar və bunu açıq göstərirlər. Bu həm də ciddi cəsarət nümunəsidir, dəyərli dostlar. Əliyevin şərliyərək həbsə atdığı qızlar belə onun həbsxanasını göz ardı edərək azadlıq modunda yaşamaqda davam edirlər. Çətindirmi? Əlbəttə çətindir. Amma vətəndaş vicdanı deyilən nəsnə onlara motivasiya verir. Vətəndaş vicdansızlığı onları həbsxanaya göndərən qərarları verənləri hər cür yaramaz əməllərə təhrik etdikcə, həbsxanadakı insanlarımız da vətəndaş vicdanını buna qarşı qoyacaqlar. O qızları həbsə göndərən ideoloji əyrimçələr onların dırnağına da dəyməzlər. Heç müqayisə ediləsi tərəflər də deyil. Mən isə sizə Dustaq jurnalistimiz Aynur İlgünəşin həbsxanadan göndərdiyi bir məqaləni çatdıracağam. Bu məktubda jurnalist süni intellektlə bağlı yeni qəbul olunan qanundan, hüquq mühafizə sistemindən və cəmiyyətin maarif səviyyəsindən yazıb. Qadağalar ölkəsi Azərbaycanda daha bir qanun sərtləşdirilir. Milli Məclis süni intellekt vasitəsilə saxta audio, video və foto materialların hazırlanması və yayılmasına görə cərimə və həbs cəzalarını gücləndirir. Yəni, cinayət və cinayət prosessual məcəllələrinə, həmçinin informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında, eləcə də media haqqında qanunlara dəyişiklik edilir. Bu əməllərə görə pul cəriməsi ilə yanaşı 3 ilədək həbs cəzası da nəzərdə tutulur. İnsafən bütün ölkələrdə müxtəlif sahələr üzrə cərimələr, qadağalar var. Hətta məbləğin yüksəkliyi dodaq uçuqladır. Üstəlik, saxta materialların yayılması məsələsi olduqca ciddi problemdir və birbaşa insan həyatını hədəfə alır. Toxunduğum məsələ cəzaların özü deyil, icra mexanizmi ilə bağlıdır. Şəxsən mən inanmıram ki, hansısa ölkədə öz vətəndaşına bizdəki qədər qıcıq olan hüquq mühafizə orqanı olsun. Əgər bir cəzada həbs varsa, bizim polis nadir halda onu qoyub cəriməni seçər. Bunun üçün ya məsələ ictimailəşməlidir, ya kimsə tapşırıq verməlidir, ya da həmin şəxs azı cərimə qədər tərləməlidir. İnsaflı polislərin olması da istisna deyil, haqqa girməyim. Biz görməsək də olduğuna ümid edirəm. Təəssüf ki, istisnalar ümumi mənzərəni dəyişmir. Cəzaların sərtliyi səbəbindən təcridxanalar ağzına qədər doludur. Hətta beynəlxalq təşkilatlar belə məhbus sayına görə Azərbaycanı hesabatların önündə qeyd edir. Günahı olub olmadığından asılı olmayaraq, hər kəs öz cinayət işindən danışanda məni yüklüyüblər deyir. Əminəm ki, biri inanmasa da beşi inanacaq. Çünki bu ölkədə hüquq mühafizə orqanlarının ədalətli rəftarına xalqın heç 1% də inanmır. Allah heç kimin işini həkimə və polisə salmasın. Hər ikisi adamı soyub soğana çevirir alqışı da bu xalqa məxsusdur. Bu ifadə hələ Sovet dövründən var. Müstəqil Azərbaycandakı idarə üsulu isə o vaxtından cüzi fərqlənir. Düzü, mən həbsimə qədər ölkədə bu qədər hüququndan xəbərsiz cahil kütlənin olduğunu bilmirdim. İki böyük kütlə var. Savadsız vəzifə sahibləri və dələduzluqda ittiham olunanlar. Finlandiyanın ümummilli lideri Johan Wilhelm Snellman demişkən, ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına dözmək utanmazlıqdır. Bu sözləri öz xalqı üçün ötən əsrin əvvəllərində deyib. Son zamanlar özümüzü tez-tez fil xalqı ilə müqayisə edirəm. Hətta bu barədə məhkəmədə sərbəst ifadə verərkən də danışmışdım. Ancaq yazılı ifadəmi öncədən redaksiyaya göndərdiyim üçün sonradan etdiyim əlavələr yayımlanmayıb. Ona görə də düşündüm ki, həmin fikirlərin bir hissəsini həmin yazıma əlavə edim. Finlandiya, Azərbaycan kimi təbii sərvətlərlə zəngin ölkə deyil. Yalçın qayalıqlar və meşələrlə bol olan bu ölkədə hava şəraiti və münbit torpağın qıtlığı əhaliyə uzun illər problem yaradıb. Az qala hər torpaq parçası bütün bir nəslin ağır zəhməti bahasına əkin sahəsinə çevrilib. Ancaq bu ölkənin insanları çıxış yolunu ölkədən qaçmaqda, yaxud az olan təbii sərvətləri mənimsəməkdə görməyiblər. Bütün güclərini təhsilə yönəldiblər. Dindarından tutmuş dinsizinə, zənginindən məzlumuna qədər hər kəs
Snellman'ın fəaliyyəti haqqında oxuyanda heyrət və qibtə hissi adamı rahat buraxmır. O, ömrünü xalqının maariflənməsinə həsr edib. Qriqori Petrov Ağ Zambaqlar Ölkəsi kitabında yazır ki, hər bir xalq ya böyük şəxsiyyətlər ya da şərəfsiz insanlar yetişdirir və xalq kütlələrinin mənəvi səviyyəsindən asılı olaraq onlardan birini hakimiyyət başına gətirir. Bu baxımdan Snellman'ın xalqının mənəvi səviyyəsindəki rolu böyükdür. O deyirdi, hansı konstitusiyanın seçki hüququnu yaradırsınız, yaradın, ən liberal qanunlar yazın, sosializm və ya kommunizmin möcüzə yaratmaq gücünə inanın. Lakin bizim 100 minlərlə uşağımız həyata bu cür cılız və şəxsiyyətsiz şəkildə atılacaqsa, istənilən parlamentli dövlət quruluşunda həyatınız faciəvi, yoxsul və eybəcər olacaq. Məmurlar xalqa hörmətlə yanaşmayacaq, siyasi yalancılardan ibarət nazirlər kabineti olacaq, deputatlar xalqın sərvəti ilə alver edəcək, məktəblər yeni nəslin ürəyini və beynini qurudan yerlərə çevriləcək, mətbuat küçədə dolaşıb öz gözəlliyini satan fahişələrə bənzəyəcək. Ədalətsizliyin ən başlıca müəllimi qanunvericilər və qanun keşikçiləridir. Xalqa qanunlara əməl etməməyi onlar öyrədirlər, deyib Snellman düz 110 il bundan əvvəl. Biz isə bu qədər vaxt keçməsinə baxmayaraq hələ də bu barədə düşünmürük. Onun sadaladıkları müasir Azərbaycanla uyuşurmu? Aradakı bir əsrlik gerilik gözə çarpmırmı? Bu gün o cür düşünən insanların sayəsində Finlandiyanın təhsil sistemi dünyada ön sıralardadır. Azərbaycan isə hətta ilk 100'lük siyahısında da deyil. Təhsilin başına gətirilən xarici diplomlu, çox dilli nazirin yeni üsulları da işə yaramır. İllərin müəllimləri atestasiyadan üzqara çıxırlar. Onların varlığı seçkidən seçkiyə işə yarayır. Yüksək bal toplayan yeniyetmələr isə ya özil liseylərin məzunlarıdır, ya da repetitor əməyinin məhsuludur. Ölkədə təhsilə təşviq də çox zəifdir. İctimaiyyət üçün önəmli şəxslər bu işə cəlb edilmir. Ani, düşünülməmiş bir səhv isə nə qədər gənci dəmir barmaqlıqlar arasında məhv edir. Elə biri kamera yoldaşımdır. Cəmi 20 yaşı var ki, bir cinayətdə təqsirləndirilir. O qədər ağıllı və bilgilidir ki, rahatlıqla normal mühitə qaytarıla bilər. Ancaq ehtiyac və yanlış dostların sürüklədiyi bataqlıqda məhv olmaq təhlükəsi var. Normal cəmiyyətlərdə onun kimilərin illərini əlindən alıb potensial cinayətkarlara çevirmək yerinə faydalı əməyə cəlb etməklə bir gənci həyata qaytarardılar. Təəssüflənməkdən başqa heç nə etmək olmur. Təbii ki, Snellman'ın fikirlərini oxuduqdan sonra öz xalqının ümummilli lider saydığı şəxsin aforizmlərini xatırlamağa çalışıram. Ağlıma körpü yolun bir hissəsidir cümləsindən başqa heç nə gəlmir. Düz 40 ilə yaxındır ki, biz problem olanda keçid dövründəyik, yəni körpüdəyik bəhanəsini eşidirik. Körpünü keçmək ümidi ilə Aynur Elgünəş